təxminən 600 il bundan qabaq əfsanəyə görə bir dənə İpək yolundan karvan keçirmiş və o karvandan bir dənə dəvə xəstələnir və karvan sahibi neynəsin? Yoldan qalmamaq üçün öz dəvəsini, xəstə dəvəsini buraxır bir dənə palçıq gölməçəsinin yanında və yoluna davam edir. Deməli, həmin karvan qaydanda həmin yoldan qayıdır və görür ki, qoyduqları dəvə ayaq üstədir, daha enerjik, daha canlıdır. Sonradan araşdırırlar və görürlər ki, o palçıq əslində bir neft imiş, naftalarından çıxan bir neft imiş. Və o gündən bu günə kimi o neftdən istifadə edirlər və bir çox insana köməyi dəyibdir. Yəni, sehirli naftalan deyirlər, sehirli nefti ilə insanlara kömək edir və bir çox insanları başa düşənmirəm ki, gedirlər xaricə, o qədər pul xərcləyirlər, getsinlər, müalicə alsınlar falan. Yəni, onların içində revmatizm, dəri xəstəlikləri, sinir xəstəlikləri və s. daha da çoxdur. Yəni, bilmirdinizsə, onu da bilin, naftalan barəsində.